Rəhimzadə Göyçay rayon Potu kənd Mübariz Məmmədov adına tam orta ümumi təhsil məktəbinin 7B sinif şagirdiyəm. Kitablar inkişaf edən layihəsinin üzvüyəm. Mən Sindibadın 7 səyahəti adlı kitabı oxudum və onunla tanış oldum. İndi isə bu maraqlı və əyləncəli əsər haqqında sizə məlumat verəcəyəm. Bu əsərdə obrazlar Sindibad, Hambal Sindibad, dəniz səyahətçi Sindibad, Şəhriyar, Şəhrizaddan danışılır. Burada şah var idi ki, Şəhriyar idi o da. O birinci arvadı ilə evlənəndə birinci arvadı ona xəyanət etdi və həmin günü, xəyanət etdiyi günü arvadı öldürdü. Hər günü isə beləliklə davam eləyirdi, yəni arvadla evlənərdi. Həmin günü isə həmin arvadı öldürərdi. Bir gün isə onun qarşısına Şəhrizad çıxır və Şəhrizad isə hər gün ona nağıllar oxuyardı. Və Şəhriyarın ən çox sevdiyi nağıl isə Sindibadın 7 səyahəti adlı kitab idi. Hər gün isə yarım nağıl bir gün danışardı və beləliklə günləri uzadardı. Bir gün vaxt get-gedə keçirdi və o yanında 3 oğlu ilə içəri girir və şahı qayıdır, deyir ki, bəs bu 3 oğul sənin uşaqlarındır. O da qayıdır, deyir ki, bəs bu oğullar deyir, məni öldürsən, deyir, oğulların yetimi qalacaqdır. O da qayıdır, deyir ki, mən səni öldürməyəcəyəm da. Beləliklə onlar mutlu məsud yaşayıb gedirlər. 537-ci gecədən başlayıb Şəhrizad 566-cı gecəyə qədər bunu davam etdirir. Yəni kitabı oxuyub qurtarır bu gecəyə qədər. Sonra burada Hambal Sindibad var idi ki, həmişə o hamballıq edib qəpik quruş qazanıb özünü dolandırardı. Bir gün isə o ağır yük daşıdığı üçün bir darvazanın ağzında oturub dincələndə şeir danışmağa başlayır. Və bu şeiri isə şahın qulağına çatır və şahı qayıdır, deyir ki, hambala, bəs get o şeir tapılanı, danışan deyir, tap gətir mənə. O da qayıdır, gedir şeir tapılanı, danışanı gedir gətirir və o deyir ki, bir yax danışdığın şeiri mənə danış. O isə danışıb qurtardıqdan sonra şah deyir ki, sən bilirsənmi mən necə şah olmuşam? Hamı elə bilir ki, mən elə belə şah olmuşam. Əslində belə deyil. Mən atam öldükdən sonra mənə var dövlətini verir. Hər gün isə mən onun var dövləti ilə dolanardım, yeyib içərdim. Və bir gün isə baxdım, gördüm ki, onun pulu yoxdur, yəni mənim pulum yoxdur. Mən isə qayıtdım, səyahət etməyə başlamaq istədim, yəni bu qərara gəldim və səyahət etməyə başladım. Və 7 səyahət etdim. 7 səyahətin 7-sində isə başıma çox pis hadisələr gəldi. Və bunun üçün isə mən əlimdən gələni etdim. Və beləliklə bunlar belə danışıb qurtardıqdan sonra yaxşı bir dost olurlar. Və siz də bu kitabların inkişaf edən layihəsinin üzvü olmaq istəyirsinizsə, kitabların inkişaf edən layihəsinə qoşularaq bu kitablardan faydalana bilərsiniz. Oxuduğunuz bu faydalı əsərlər haqqında sizə bir çox məlumatlar veriləcək.